Herkese selam dostlar, kanalıma ve videoma hoş geldiniz. Ben yeni bir videoyla karşınızdayım. Video geçmeden ve kanala destek olmak için abone olabilirsiniz. Videomu beğendiyseniz like atabilirsiniz. Həmçinin dostlar, Telegram kanalımıza hər birinizi gözləyirəm. Burada səmimi və kriptovalyutalar haqqında məlumatlar paylaşır, siqnallar paylaşıram, həmçinin şəxsi analizlərimi paylaşıram. Hər birinizi gözləyirəm. Həmçinin müzakirə qrupunda da müzakirə edirik. Yəni suallarınız varsa verə bilirsiniz. Hansı səhmi istəyirsinizsə o barədə araşdırma apara bilərəm və birlikdə müzakirə edə bilirik. Hər birinizi gözləyirəm. Link şərhlərdə olacaq. Gəlin video keçək dostlar. Bugünkü videoda son günlərdə artan düşüşlərə deməli diqqət yetirdim və bunun haqqında belə bir video çəkmək istəyirəm ki, bu düşüşlərdən necə maksimum şəkildə e, az zərər görək. Yəni bazardakı burada 19% yazmağına baxmayın, dünən 2% yaxın düşüş oldu Nasdaqda. Deməli, yəni məqsədimiz budur ki, çox az zərər görək və nəticədə zərərlərimiz deməli gələcəkdə qazanclarımızı demək olar çox aşağısında qalsın dostlar. Bunu necə edəcəyik dostlar? İlk öncə bildiyiniz üzərində biz ABŞ birjalarına yatırım edirik. Burada məsələn hissələrə gəlirsiniz. Burada ABD, ABŞ vurursunuz və burada gördüyünüz şirkət səhmləri bunlara vuraraq ABŞ şirkət səhmləridir. Belə dostlar, ümumiyyətlə necə deməli bu zərərlərin kənarında qalmaq olar? Bundan danışacağım. Bildiyimiz üzərinə deməli bu ayın başından, yəni 2026-cı ildən, yanvar ayının 1-dən bir çox səhm var idi ki, rekord ardına rekord etdi. Məsələn, Micron Technology, Sandex Corporation, Marvel Technology, Intel'in özü, yəni Intel Corporation'ın özü böyük artım etdi. Sonra hansı, məsələn, Amazon elə dediyim olar artım etmədi. Marvel Technology artım etdi, AMD'nin özü artım etdi. Yəni bu saydığım şirkət səhmləri böyük artımlar etdilər. Və hal-hazırdakı böyük düşüş var ki, bu böyük düşüş nəticədə bu şirkət səhmləri ən böyük zərbəni alırlar. Məsələn, ARM-in özü də. Məsələn, burada ARM yazar, ARM Holdings. Yəni bu şirkətin özü də elektronik texnologiya ilə məşğuldur və hal-hazırdakı düşüşlərdən ən çox pay özünə götürən şirkətlərdəndir. Yəni dediyim kimi bu şirkətlər gördüyünüz kimi güncəl ildə 200%, məsələn Marvel'ın özü deməli Marvel'ın özünə baxaq güncəl ildə neçə faiz artıb. 254% artım edib və hal-hazırda günlük 8% düşüşdədir. Lakin məsələn Nvidia-ya baxaq, Nvidia-ya görək bazar açılışı öncəsi, hal-hazırda da bazar açılışı öncəsi bazar satışdadır. Məsələn 2% gördüyünüz kimi. Yəni sözüm bundadır ki, ilk öncə çox artmış şirkətləri çalışaq artıq sataq. Yəni əlinizdə varsa ARM varsa, Micron varsa, Marvel varsa, yəni bir hissəsini artıq satmağa başlamalıyıq əgər əlinizdə varsa. Əgər yoxdursa deyirsinizsə ki, yaxşı bunlar çox artıblar. Biz nə alaq, necə eləyək ki, zərərlərimiz aşağı olsun bu kimi düşüşlərdə. Zərər normal bir şeydir. 3 gün dalbadal portföyümüz zərər yazar, bir günün 2-3 saatın içində isə müsbət 20-30%-lərə çevrilə bilər, xeyr. Yəni bu bazar şəraitində hal-hazırda necə eləyək zərər az yazsın? Birinci qaydamız budur ki, yatırımlarımızı müxtəlif sektorlara bölməliyik. Yəni məsələn bütün yatırımlarımızı elektronik texnologiyaya etməməliyik. Məsələn elektronik texnologiyaya da etməliyik, texnoloji xidmətlərə də etməliyik. Sonra nə sağlamlıq texnologiyasına da edə bilərik. Finans bölümünə də edə bilərik, yəni maliyyə bölümünə də edə bilərik. Və məsələn üretici imalat falan var, yəni burada sənaye sahələridir. Enerji minerallarına da yatırım eləyir. Yəni gördüyünüz kimi telekommunikasiya və sairə kosmos sənayesi. Yəni bu kimi deməli trenddə olan sektorlara, hər sahəyə yox, ümumiyyətlə trenddə olan sektorlara yatırımlarımızı bölüşdürməliyik. Demirəm 500 dollarınız var, hərəsindən 100. Bunun özü də əslində biraz səhvdir. Çünki məsəl üçün çox qazana bilməyəcəksiniz. Yəni 500 dollarınız varsa, sizə məsləhət görürəm ki, bunun heç olmasa 250 dollarını bir səhmə yatırın ki, deməli bir səhmdən həcmli qazanc qazana biləsiniz. Məqsədimiz bundan ibarətdir. Belə yəni
Dediyim kimi bölürsünüz sektorlara, bir sektora yatırım etmirsiniz. İkinci nə edirsiniz? İkinci dediyim kimi artıq müəyyən həddə çatmış, ilin əvvəlindən məsələn 254% qazandırır. Bu maksimum nə qədər qazandıracaq? 1000% qazandırmayacaq, 300%, 500% qazandırmayacaq. Ona görə də bunu etmək səhvdir. Düzdür, məsələn elə şirkətlər olur ki, kiçik penny stoklar və s. olur və yaxud Mikron Technology kimi baxın, məsələn baxaq ilin əvvəlində 300% qazandırıb. Niyə? Çünki maliyyə hesabatlarını görürük ki, yəni təsəvvür eləyin, 10 qat deməli gəlir artımı hesabatda var. Yəni bu həqiqətən də yaxşı bir şeydir, möhtəşəm bir şeydir ki, bu qədər səhmin dəyərini artırıb. Yəni bu Sandexdə də həmçinin əhəmiyyətli deməli maliyyə hesabatı var. Burada baxın istədik. Görürsünüz ki, sənin başdan 2 dollardan 65 dollara qədər artım var. Yəni baxın, nağd pulları 300 milyondan 1,4 milyard dollarlara qədər. Yəni bu cür böyük gəlirlər, həmçinin bu cür böyük maliyyə imkanları təbii olaraq səmin dəyərini artırır. Belə dostlar, dediyim kimi ikinci olaraq çox artım edən, məsələn Marvel dostlar belə baxanda hype-la artıb. Məsələn Nvidia-nın CEO-su Jensen Huang açıqlama vermişdi ki, bu şirkət Marvel'ın dəyəri 1 trilyon dollara qədər arta bilər. Ona görə də bu hype-la qalxdı. Məsəl üçün nə hype-la qalxdı? Sonra SpaceX. SpaceX 2 il ərzində gəlir gətirməyəcək maliyyə hesabatlarına baxdığımızda. Gəlin baxaq bir yerdə. Məsələn görürük ki, deməli 2027-ci ilin 1-ci rübuna qədər hələ də mənfidə olacaq. Yəni xalis gəliri hələ də mənfidədir. Yəni sadəcə hype-la qalxmış. Elon Musk'ın şirkətidir, kosmos sənayesi şirkəti. Düzdür, Artemis layihələri bu kimi şirkətləri artıracaq, lakin nəticə etibarilə gəlir qazanmırlarsa, bazarda o qədər də investor deməli gözləntilərini qarşılamayacaqlar. Belə dediyim kimi bu iki şey edirsiniz, deməli sektorlara bölürsünüz, həmçinin çox artmayan şirkətlərə yatırım, hansı da çox artmayan şirkətlər, yəni sizlərə nümunələr verim. Məsələn, ServiceNow şirkətimiz var, məsələn. ServiceNow-nun gördük 1 milyard xalqa ərz deməli də daha doğrusu səhmi var. Lakin bütün zamanlarda görürük ki, ServiceNow zirvədən çox aşağıdadır. Yəni hal-hazırda gəlirlərinə də baxsaq, təxminlərinə də baxsaq, hal-hazırdakı qiyməti çox aşağıdır. Yəni əslində 140 dollarlara qədər artım etmişdi. Sadəcə sonradan yenidən bir düşüş trendinə girdi. Əslində düşüş trendinə girməli bir şey yoxdur şirkətdə. Gördüyünüz kimi maliyyə artımları öz yerində, rəhbərliklə problem yoxdur və s. təxminləri də öz yerində. Sadəcə bazarda SpaceX-in bazara girişi, Sandex və Micron Technology-nin və Marvel'ın hələ də hype-ının sönməməsi bu kimi şirkətlərə maliyyə axınını yavaşladır. Ona görə də bu kimi şirkətləri nəzərdən qaçırmamağınızı tövsiyə edirəm. Həmçinin qıraqda qalan bir çox şirkətimiz var. Məsələn, Amazonun özü qıraqda qalıb. Güncə ildə görürsünüz 1% artım etməyib, 1% etməyib yəni. Düzdür, 9 milyardlıq bir deməli səhm sayı var bazarda. Lakin nəticə etibarilə daha çox yüksək hədəfləri var. Məsələn, gördüyünüz kimi ən ortalama hədəfi belə 35% gəlir artımı deyir. Və artıma da davam edəcək. Yəni Amazon 2028-ci ildə ilk 1 trilyon dollarlıq illik gəlir qazanacaq şirkət olacaq. Yəni bunu ilk eləyəcək. Bunu Nvidia etməyəcək, səhv etmirəmsə. Gəlin burada da baxaq. Yəni Amazon çox gözdən kənarda qaldı. Gördüyünüz kimi etmir. Yəni Amazon ilk şirkət olacaq ki, illik 1 trilyon dollarlıq gəlir qazanacaq. Micron Technology da bunu etməyəcək. Düzdür, illik bir il ərzində əhəmiyyətli gəlir artımı edə biləcək şirkətlərdəndir Micron Technology. Lakin nəticə etibarilə gördüyünüz kimi 1 trilyon dollara çatacaq ilk şirkət olacaq. Amazon bunun özü böyük bir şeydir nəticə etibarilə. Məsəl üçün Apple-ın özü belə baxanda illik olaraq cəmi 9% gəlir verir. Halbuki keçən il 49% gəlir artımı, daha doğrusu səhm artımı etmişdi. Yəni səhmin dəyər artımını etmişdi. Məsələn, burada proqnoz dəyərləndirmələrinə baxaq. Gördüyünüz kimi Apple-da da gəlir artımı gözlənilir və gəlirləri də əhəmiyyətli artım. Yəni təsəvvür edin, 2029-da illik 613 milyard dollarlıq gəlirə çatacaq. Yəni bunun özü böyük bir şeydir. Belə dostlar, məsələn Palantir qıraqda qalıb hal-hazırda. Palantir Technology qıraqda qalıb, güncəl ildə 34% dəyər itirib və hal-hazırdakı qiyməti gəlir gözləntilərindən aşağıdır. Bəli, bu reallıqdır. Palantir Technology 28-29-cu illəri keçərkən 2 qat dəyər artımı
gözləyir və bundan əvvəlki illərdə də yenə də 2 qat dəyər artımlarını deməli hesabatlarında var. Burada finansal bölümünə, yəni maliyyə bölümündən də gəlsə, görərik ki, yəni Palantirin elə də yüksək deyil. Düzdür, hardasa price to sale biraz yüksəkdir. Yəni düzünü danışsa, FK-sı da biraz var. Amma yəni ki, həqiqətən də il başından 34% zərərdə qalmaq, yəni şirkətlərin əksəriyyəti il başdan müsbətə keçdi, Palantir 34% ziyanda qaldı. Yəni bunun özü biraz itkidir. Hardasa. Netflixin özü də məsəl üçün hələ də gəlir, düzdür, o Netflix səhm sayı artırdı, 4 milyarda çıxartdı. Lakin nəticədə bu şirkətin də gəlirləri artır, yəni gördüyünüz kimi gəlir artımına davam edirlər. Yəni bunda da müəyyən gördüyünüz kimi hədəflər yüksək səviyyədədir. Yəni əslində Netflixin dəyəri 728 dollardır. Burası bölünmə elədir. Əslində bu dəfə ikinci dəfə bölünmə idi, səhv etmirəmsə. Mənim elə yadımda qalıb. Bunun əsl dəyəri 7288 dollar olmalıdır. İkinci dəfə bölünmə ilə. Məsələn, Sandex kimi şirkətlər deməli bölünmə etmirlər və dəyərləri eyni qalır. Gördüyünüz kimi 146 milyon cəmi var, amma yəni bir çox şirkətlər bölünmə edirlər, daha çox kapital cəlb edirlər və nəticədə bazar payları, daha doğrusu səhm sayları artdığına görə dəyərləri daha aşağı düşür. Məsələn, 70 dollar deyil, təbii olaraq Netflixin dəyəri 7000 dollar bir səhmin qiyməti. Sandex'də də 2000 dollar, yəni Netflix Sandex'dan daha yüksəkdir əslində. Belə dostlar, bugünkü video bu qədər. Ümid edirəm maraqlı oldu, məlumat toplaya bildiniz. Sağ olun, salamat qalın, gələcək videolarda görüşərik.